Bakıda faciəvi bədbəxt hadisə baş verib. Pəncərə silmək istəyən qadın yıxılaraq ölüb. Bura Binəqədi rayonu Biləcəri qəsəbəsidir. Hadisə burada baş verib. 41 yaşlı Gülər Zamanova anasının evində 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən mənzilində pəncərəni silərkən ehtiyatsızlıqdan yıxılıb, o aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Qonşular deyirlər ki, hadisə səhər saatlarında baş verib. 41 yaşlı Gülnar Zamanova anası Zəhra Feyzullayevanın yaşadığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. Yanıldıram, mən evə gələndə eşitdim ki, belə bir hadisə olub. Pəncərə təmizləyəndə oradan yıxılıb da yana. Elə bir söz eşitdik, amma görməmişim mən. Hadisə orada olub, mən də burada qonşuyum. Qonşuyam, o başda olub. Qadın olub, deyir, pəncərəni siləndə yıxılıb, beləncə olub. Saat neçədə olub? O tezdən olub, saat hardasa 9-un yarısında zadda belə olub. Faktla bağlı araşdırma aparılır. Aytən Fehruz Davud İbrahimov, Xəzər xəbər.